Bilirsiniz, bugün niyə insanlar arasında məhəbbət yoxa çıxıb? Hamı bir-birinə məsələn aqressivdir. Ailələrdə məhəbbət yoxa çıxıb. Övlad valideyninə qarşı məhəbbət yox. Biz valideynini incidir, əziyyətə salır. Başa salırsan, deyirsən, izah edirsən, deyir ki, qoy düşsün də əziyyətə. Övladda valideynə qarşı olan məhəbbət yoxa çıxıb. Bəzən də valideynin övlada məhəbbəti yoxdur. Övlada bəzi valideynlər elə zülmlər eləyirlər. Onun bütün gələcəyi ilə oynayır. Onu şəxsiyyət kimi görmür, deyir. Yəni sən uşaqsan, otur uşağı yerində. Bilirsiniz niyə məhəbbətlər gedib? Çünki hədəflərimiz düz deyil. Bizim elə hədəflərimiz var ki, o hədəflər bizi aqressiv eləyib, bizi əsəbi eləyib. Elə arzular var, elə şeylərə çatmaq istəyirik ki, onlara çatmaq yolunda nə halalar baxa bilir, nə harama baxa bilir, nə mənəvi baxımdan olar bu şey. Ümumiyyətlə insani baxımdan olar bu şey. Bunlar hamısı qalıb qıraqda. Əsas odur mən ora çatım. Vallahi sən xəbərin yoxdur. Çatsan da görəcəksən ki, heç nə yox imiş orada.